Dəyərləmələr bu günləri sizlər üçün 8-ci sinif texnologiya dərsliyindən 18-ci mövzunun izahını verəcəm. 18-ci mövzu məişət toz soranının quruluşu və iş prinsipidir. Əvvəlcə dəyərli müəllimələr, gəlin baxaq görək toz soran nədir? Toz soran hava kütləsi vasitəsilə tozu və tullantıları sorub təmizləmək üçün bir qurğudur. Yəni o həmən sorulan toz, çir toz soranın tozluğuna yığılar. Sonra bilirik ki, dəyərli müəllimələr, toz soranın bir dəfə üçün davamlı işi 30-40 dəqiqədən artıq olmamalıdır. Yəni əks halda təmizləmə qurğusu, deməli toz soran işləmə müddətini başa vura bilər. Toz soran indiki müasir toz soranlar tozluğunun quruluşuna görə fərqlənir. Yəni kisəli toz soran var, siklon tipli toz soran var, su süzgəcli toz soran var. Kisəli toz soran, deməli, bu toz soranlarda təmizləmə zamanı tozu, çirki və başqa xırda hissəcikləri süzgəcli kisəyə toplayan modellərə aid edilir. Yəni, kisəli toz soranda kisəsi var. Siklon tipli toz soranlarda isə tozun yığılması üçün kisə yoxdur. Əvəzində toz mərkəzdən qaçma qüvvələrin hesabına, yəni hava selindən ayrılır və çıxarıla bilən xüsusi konteynerə yığılır. Deməli, su süzgəcli toz soranı isə su süzgəcli toz soranlarda təmizləmədə havanın su ilə olan qaba püskürülməsi yolu ilə həyata keçirilir. Yəni, havanın su ilə qaba püskürdülməsi yolu ilə alınır. Məişət toz soranının gücü 2000 wattdan artıq olmur. Yəni, turbinlərinin fırlanma tezliyi 18-22 min dövr dəqiqə arasında dəyişir. Məişət toz soranın tullantı yığan kisəsinin tutumu da 1,5-1,8 kiloqramdır. Deməli, kisə parça materialından hazırlanır. Yəni, toz soranın zibili yığılan kisələri parça materialından hazırlanır. Məişət toz soranı adətən kiçik ölçülü olur, yığcam olur, mənzildə az yer tutur. Bu da məişət toz soranının üstünlüyüdür. Kisələrdə deməli, tozluqlar da bilirsiniz ki, dəyərli müəllimlər, dəyişilməyən olur. Dəyişilməyənlər bayaq dediyimiz kimi kisə parçadan olanlardır. Dəyişdirilənlər kağızdan hazırlananlardır. Bir də plastik olur. Deməli, məişət toz soranının deyilsə ki, mühüm hissəsi harasıdır? Mühüm hissəsi tozluğudur. Amma toz soranın ən başlıca elementi isə filtrdir. Görək toz soranın iş prinsipi necə olur? Bax, toz soranın iş prinsipi bilirik ki, sadədir. Yəni, məişət cihazı həmən toz soranın 3 əsas tərkib hissədən ibarətdir. Bu 3 əsas tərkib hissənin biri elektrik mühərrikidir, nasosdur, bir də filtrdir. Toz soranın işi də ondan ibarətdir ki, bilirik ki, elektrik mühərriki nasosun köməyi ilə toz soranın şotkasının altındakı havanı seyrəkləşdirir. Yəni, bunun da nəticəsində tozu, çirki, toz soran sovurur və sovrulmuş hava filtrin köməyi ilə onlardan təmizlənir. Toz soranın iş prinsipi bundan ibarətdir. Toz soranın da bilirik ki, 13 hissəsi var. Yəni, toz soranın hissələri bunlardır. Buraxılış filtri, buna incə təmizləmə filtri də deyilir. Toz soranın gücünü dəyişdirilmə düyməsi, buraxıcı toru var. Sonra şırının burulub yığılması üçün qurğusu var. Elektrik mühərriki, yəni sorucu nasası hərəkətə gətirən elektrik mühərriki var. Toz soranı söndürüb yandırma düyməsi var. Mühərriki tozdan müdafiə filtri, yəni mühərrik filtri var. Havanı, deməli, hava nasosunun gövdəsi var, tozun yığılması üçün kisəsi, yəni tozluğu var, şlanq boğazlığı var, toz soranın gövdəsi, yəni açılan o qapağı var, üzərdən odur. Sonra kisəni doldurulma indikatoru var, toz soranın üçün ucluqları var. Toz soranın da tozluqları dedik ki, dəyişilməyən, dəyişdirilən, bir də plastik olur. Dəyişilməyən bayaq dediyimiz kimi kisə parçadan olur, dəyişdirilən kağızdan olur, bir də plastikdir. Toz soran da, dəyərli müəllimələr, yaxşı filtri olmayan toz soran tozu özünə çəkib, onu yenidən havaya buraxacaq. Buna görə də müasir göstəricilərə görə
hətta 99% filtrləmə belə havanın təmizlik dərəcəsinə əks göstərici hesab edilir. Çünki havanın tərkibindəki 1% toz istənilən sayda bakteriya, virus, allergiya yaya bilər. Buna görə də keyfiyyətli filtrlənməni 99 havanın, yəni 99,95% təmizlənməsi hesab olunur. Bu göstəricini də biz əldə etmək üçün havanın bir neçə mərhələdə təmizlənməsi üçün həyata keçiririk. Toz soranı da deməli, işi bitirdikdən sonra toz soranı işlək vəziyyətdə qoymaq olmaz. Toz soranı nəm səthləri təmizləmək olmaz. Toz soranı şunurundan tutub o tərəf bu tərəfə sürmək qadağandır. Şunuru qapının arasında qoymaq, onu sərt künclərdən çəkib çıxartmaq olmaz. Toz soranın çəngəlinə, yaş əlinə toxunmaq olmaz. Toz soranın ucluqlarını boru tıxandıqda işlətmək olmaz. Çünki mühərrik zəddiyə düşür onda. Şəbəkəyə qoşulu vəziyyətdə tozluğun təmizlənməsi üçün çıxartmaq olmaz. Bunlar qadağandır.